vəziyyətində olmuşam. Yəni mənim üstümə hücum edib, məni bıçaqla vurubdur. Vicdanlı an. Düzgün danış. Baş vermiş qətlə görə mərhumun arvadı və daha 3 nəfər saxlanıldı. Əlinin yoldaşı Əzizə Seyidli təklif eləmişdi ki, onu öldürək. Məqsəd nə idi? Bizi gördü, qaçdı. Biz görüb qaçmaq istəyəndə ayağı ilişdi, buradan yıxıldı yerə. Uşaqlar yəni kim vurdu? Bəxtiyarla öldü. Onların hər ikisində bıçaq var idi. Bəli. Sağ zərbələri vurandan sonra hansı istiqamətdə getdi? Qrup halında və sifarişlə qəsdən adam öldürməkdə təqsirli bilinən Əzizə Seyidova, Mehdi Məmmədov və qeyrilərinin cinayət işi. Deməli, əzənlə görməmisiniz nə də ki, onu danışdılar. Evəksən, Kürdağanı tərəngini görmüş. Yəni mən heç kimə sifariş verib nə də ərzləri heç kim tanımır. Öldürməyə gəliblər. Başqa bir variant olmur. Çəkilişin təkrar olmağına səbəb nə idi? Bir sözü, bir cümlə ifadə edir. Səbəb o idi ki, düz demir. Nə olub onu açıq demir. Heç nə, yəni şeyinə qazanı da olub gəlirlər ki, yəni bəyilməz. Sən deyirsən ki, mənə məcbur elədilər ki, mənim filan sözü deyil. Onun nəticəsində hansı söz demirsən? Çünki birinci verdiyi çəkiş oldu. Meyxini qoy kənara. Yəni bu qeyri-adi bir haqq hesab deyil. Ceyhun Həmidovun təqdimatında Kriminalda Bazar günü saat 23:15-də.